Salam dostlar, siz burada sizlerle birlikte bak ayalın söylüyorum. Ama bilgisayardan ilk videomdu. Önce bir daha dikkatli olmak için ekranı kapattık. Bir şey denemek için ve süper bir şekilde videomuza başlayabiliriz. Bak Steam'de yeni çıkmış bir oyundu. Oyun hakikaten çok güzel oyundu. Yani grafiklere söz diyebilirsiniz. Çünkü grafikler hala yeni olduğu için tam olabilmez. Burada çalacak kısmı var. Bu asılacak çünkü hala çift demo versiyasında. Yani Steam'deki ücretsiz oyunlar kısmındadır. Yani ücretsiz olarak tamamıyla indirebilirsiniz. Burada oyunun yaratıcılarını görebilirsiniz veya da oyunda yardım eden dəstəkleyen hər kəsi görə bilərsiniz. Community managerlarını, projector leaderlarını və daha fazlası. Oyun İngiliscədir. Hələ ki türkçəsi veya türkçəsi gəlməyib. Ona görə də İngiliscəniz normal dərəcədə isə bu oyunu oynaya bilərsiniz. Çünki İngiliscə çox gərəkdirmir. Demo versiyasında yeni karakterler açmak mümkün değil. Çünkü challenge'lar var. Challenge'lar vasıtasıyla yeni karakteri açırıq və challenge'larda demo versiyasında yoxdur. Demo versiyasında və oyunun normal versiyası 2026-cı ildə gələcək. Burada oyunun zorluqlarını falan ayarlayabilirik və oyunu oynayaraq sizdən də danışaq. Belə bilgisayarda da ilk videomdu. Birazcık heyecanlıyam. Belə satka basarak sıxırıq. Buradakı qəpikləri toplayarak level atlayırıq. Buradakı hasarımız var. Otomatik dışarımız var. X'e basanda təzə bir silah. Bu silah daha çok vurur ama çok gecikmeli vurur. Hələ ki kritik şansı çox yüksəkdir. Burada ability upgrades, taretimiz ya da drone'umuzu upgrade'leyebiliriz. Burada weapon upgrades, yani eşyalarımızı upgrade'leyebiliriz. Burada character upgrades, yani karakterlerimizi upgrade'leyebiliriz. Size tek bir şey diyeceğim. Bundan bu oyunun prosu olabilirsiniz. Sadece bu karakterle. Ya bu zorlukta, ya normal bir zorlukta bunlar her şey eleyebilirsiniz. Diyemsem. Bakın bu sizin hasarınızı artırır. Bunu elədiniz. Bir də 3-cü levelə keçək. Bir dəqiqə bu silahı dəyişdirəm. Bu silah sonradan rezalətdir. Burada bombalar var. Bu bombalardan uzaq durun yoxsa ölə bilərsiniz. Burada sözde evolar var. Bu evo mor şeylər. Sizin karakterinizi yükseltmenizi sağlayır ama bir zamandan sonra bunlar da işe yaramır. Bir zamanlardan sonra ücret demir lazımdı. Netherite lazımdı. Obsidian lazımdı. Onun içinde yeni modlar olacak. Hələ ki biz bu modda oynayacağıq, amma gələn videoları gözləyin ki, daha yaxşı şeylər eləyəcək. Bu sizin armorunuzu artırır, bu sizin hızınızı artırır. Bu sizə daha yaxşı hərəkət etməyinizi sağlayır. Bu daha çox əşya düşürməyinizi sağlayır. Bu sizə canınızı artırır və can region, yəni can yenilənmənizi artırır. Bu sizə canınızı daha çox eləyir. Və yeniləyək. Belə sadece bu ikisini açaraq da eləyə bilərsiniz. Amma deyirsiniz ki, mən rahatıma baxacağım, nə bilim də. Bunun üçün isə sadece drone və taritinizi yüksəldə bilərsiniz. Mən özüm savaşmaq istəyirəm. Bu oyundakı ən yaxşı şey oyunu düşünərək oynamağınızdır. Hər bir boss üçün ayrı da fikirləşmək lazımdır. İndi bu oyunun belə hasadlığına baxmayın. Mən çoxdan da oynayıram demirəm belə hasad gəldirmələr. İlk oynayanda bu kadar hasar gelmeyecek. Şarjörümüz bir zamandan sonra kurtar. Şarjörümüzde 30 mermi olur. Sıktıkça kurtarır. Böyle qəpiklərimizi de toplayaq. Bakın bu maviler Wave 5'ten yani bölüm 5'ten sonra gelirler. İnsana belə yaşıl şeyler atırlar. Bakın belə. Bomba tərəfə getmək istəmirəm. Birdən sıxaram bombalı. Bakın belə partlayarıq. İndi isə baxın belə space-ə basanda isə belə yavaşlayırıq və aradan qaça bilirik. Belə sağ sol eləyərək də bu yaşıl canavarlardan qaça bilirik. Şarjı dolduranda isə yavaşlayırıq. Baxın belə skorumuz var. Skor düzdür o qədər də işə yaramır.
Baxın, ESC-yə basanda nə elədiyimiz burada göstərir. Attack damage 20% artırmışıq, health range 1% artırmışıq və bu oyundakı ən yaxşı şey sınırsız bunları artıra bilirsiniz. Yəni wave neçəyə qədər getsəniz artıra bilərsiniz. Ona görə də bu oyunun ən yaxşı özəlliklərindən biridir. Daha çox qurtuluqlar gəlir. Bu hekayəsini bir bölümdə danışacağım, amma bu bölümlük yox. Bakın buradaki ağ şeyi topladım. Bize gelen sonraki saldırını dayandırır. Yani bize hiç bir hasar verilmir bir dəfəlik. Bakın bu şeyler bizim yanımıza gelip bu hərəkət edən hızlı yaşıl şeyler bizim yanımıza gelip özlerini partladılar ve bizi belli bir süre zəhərləyirlər. Ve boss'a da bunlar sayesinde biləcəksiniz ki az qalıb boss wave 10'da gələcək. Bombayı yanında partladım, yaxşı ki ölmədim. Bombayı yanında partlamaq və ölmək mənim çox əsəbimi pozan bir şeydir. Yəni ev onları da toplayıb o birisi savaşçılarınızı geliştirə bilərsiniz demo versiyasından sonra. Və məncə demo versiyasından çıxandan sonra ilk yükləmənizə görə sizə özəl bir ödül veriləcək. Bu da çox yaxşı şeydir. Baxın bu qutuları bir dəqiqə alta basırdıq deyəsən. Bu kutuları partladaraq içindəki ödülləri ala bilərsiniz. Amma tez olmağınız gərəkir. Bu Allah tez tarihimizi doldurmaq üçün. Altı basaraq otomatik nişan və ya da özünüz nişan alaraq oynaya bilərsiniz. Və belə xəritənin dronun nə olduğunu bilmirsinizsə, indi bossda görəcəksiniz. Bunları heç vaxt kullanmayın. Bossda kullanın. Və boss belə bir şeydir. Boss'un saldırıları 3 dənə tüpürcək atmaqdır. Weapon upgrade. Və bunu qarşılamaq üçün baxın belə duvarın arxasına keçməyiniz lazımdır. Bunlar bizi zəhərləyirlər və başımıza da belə tüpürcək atır. Və belə yerdən nişanlar atır. Ondan bir qədər məsafə saxlamağınız lazımdır. Buradakı ara kəsmələr var ha. Oradakı ara kəsmələr də çox lazımdır. Ara kəsmələrdən sonra yeni böcəklər gəlir. Deyək ki, qurtçuqlar. Və tikanlar çıxandan sonra yenə də bizə tüpürəcək və bu da bizi zəhərləyəcək. İndi isə drone-la şeyin nə işə yaradığını, TRT-nin nə işə yaradığını görəcəksiniz. Yaxına gedə bilmərəm. Yaxına getmək üçün bir işlər var. Bu yaşlı şeyləri dəmin qıya basırıq, E'yə basırıq. Bizim dronumuzdur, yanımızda gəzə bilir. Təkrar E'yə basanda isə dronumuz olduğu yerdə qalır. İndi isə taretimiz isə sıxır, bayağı bir cal aparır, amma taretimizi fulləmədiyiniz üçün bayağı bir calı tez gedir. Baxın, belə bir qurtçuqlar çıxır ətrafdan. Bunlar çox fena cal aparır. İkinci bu şeyə gəldikdə 2 dənə atır, tüpürcək başımıza. Belə qaç, başımıza atacaq. Belə. O yanlarında çox dolaşmamanız lazımdır. Çünki tüpürə bilər hər an və bu da sizi öldürə bilər təkdən. Çünki tüpürdükdən sonra o yaşıl yerdə sizi zəhərləyir. İndi isə öldürmək biraz çətindir və vaxt alan bir şeydir. Hələ ki tüpürməmişdik. Bayağı bir canımız getdi. Və bu burada varsa mən bunu götürməliyim mütləq. O qutu bizə XP verir və XP sayəsində ölürük bir də ki. XP sayəsində də levelimiz artır. Bizə belə ki taret lazımdır və drone lazımdır. Drone'umuz olsun istifadə edir. Taretimiz isə yoxdur və bu ən pis şeydir. Çox çətindir və oradakı qəpikləri toplamayarıq ki, wave 7-yə keçə bilərik, amma ölürük. Zəhərləndik. Həm də ki, mən uşaqlar 2 vuruşumuzu da engelləyən şeylərdən çıxdı və zəhərlənməmiz də keçdi. Oradakı canı almalıyıq, yoxsa öləcəyik. Və canı aldıqdan sonra nacı pusaq. İndi başımıza tüpürcək atacaq və qaç. Bir daha vuraq. Və tüpürdü, üstümüzə şey atacaq. Şarjör doldurmanızı elə ayarlayın ki, sizə tüpürdükdən sonra və ya da başımıza tüpürcək atdıqdan sonra şarjör doldurmada olmasın ki, qaça bilməyəcəksiniz. Çünki şarjör dolduranda ekstra yavaşlayırıq. Baxın, yavaşladıq. Belə yanında da böcəklər çıxdı. Hayır. Belə çətin oyundur. Baba pirolar bu oyunu oynaya bilər.
Çünki Baba Pirolara hasar gələcək, amma oyun ilk oynayışda çətindir və ilk başımıza daha 3 dənə tüpücü atır və burada yaşıl yerlərdə də olduğu üçün öləcəm. Ölməyi də istəmirəm. Və boss ölür. Bossumuz ölür. Of of of, çox çətin oldu və ilk bilgisayar videom olduğu üçün biraz da həyəcanlıyam. Böyle videoların daha çok gelmesini isterseniz abone olup like atabilirsiniz. Mesela Minecraft gibi ve Genshin Impact gibi oyunlar gelecek. Ve burada en çok Web Create istifade edeceğim. Koy boss tez olsun. Sonra da ise lanet olmayacağını işaretleyeceğim. İstediğiniz gibi hızı da artırabilirsiniz. Yani ne isterseniz artırabilirsiniz ve zəhərləndik. Hamısı öldü, hamısı öldü, hamısı öldü, hamısı öldü, hamısı öldü. Ve qaçmalıyıq. Bunun üçün bakın şarja doğrularına ekstra yavaşladığımız için bu bizim için bayağı bir təhlükə oldu. Bakın bunlar ağzında tüpürcə saxlayıb bizi zəhərlədiyi için. Bakın bu büyük canavar geldi. Bu bizim başımıza kiçik tüpürcəklər atır. Ve bu ise bayağı bir hasar verir bize ve sonradan da zəhərləyir. Lanet olmayın, sadəcə belə böcəklər də qalmır. Daha çox böcəklər də gələcək. Wave'lər keçdikcə, yəni bölümlər keçdikcə. Ve elementler de var. Elementli böcekler de var. Mesela ateş elementli böcek var, kurtluk var. Veya da su elementli var. Bir yavaşladır, elektrikli var. Şimdi oynadıkça göreceğiz ve hikayesini de bir videoda anlatacağım. Ve Minecraft videolar gelecek bundan sonra. Altımızdan olacak ki daha çok Minecraft videolar gelsin. Ama qalan günlər ise yoğunlukla Genshin Impact ve Bug Alliance'a gelecek. Oh, çok yorulduk. Beləcə qala bilərik. İndi isə burada videomuzu sonlandıraq. Bence bəsdir. Daha çok belə videoların gəlməsi üçün abone olup like atabilirsiniz. Sağ olun. Salamat qalın.